Salam gözəl insanlar, 20 fevral olan futbol təxminlərimi qeyd edəcəm. Birinci oyunumuz Blackburn-la Preston oyunudur. Birinci hissə 0-5 üst. Əmsa qaldırmaq istəyənlər birinci hissə toplam qollar 1 üst seçimdə 1.90 əmsalla qeyd edə bilərlər. Atletik Elçi toplam qollar 2.5 alt. Sığortalı seçimimiz olacaqsa toplam qollar 3 alt. Mainz Hamburg 1x 4-5 alt. 1.40 seçim var bu seçimin TFC-də. Fürth Bielefeld riskli seçim olacaq burada. Fürthün ev sahiblərinin qələbə neticəsi. Bochum Nürnberg, SK birinci hissə 0-500. Sassuolo Verona 2 qolu vuran ev sahibləri. Brest Marseille qol-qol. İstəyənlər sığortalı 200 seçimi də dəyərləndirə bilərlər. Gent Kerk Brügge qol-qol. Norşelland Vali, Norşelland qələbə. Rizespor Kocaelispor qonaqların qələbə neticəsi. Osselu Galaç Utaara toplam qollar 200. Fortuna Excelsior 1x plus 1.5 üst. Geniş kuponlarda isə qol-qol seçimi də dəyərləndirmək olar. Hollanda 2-ci divizyonunda 6-dan 10 qeyd eləmişəm. Oyunlarda keçməmişdən öncə dünənlər Telegram kanalıma 2 kupon vermişdim. Biri VIP kanalla ortaq kupon idi, uğurlu oldu. VIP qrupada 3 dənə kəmsallı kuponlarımız uğurlu oldu. Əsas günün kuponu Genk oyununa Dinamo Zagrebdən 2-500 Bologna qələbə neticə götürmüşdüm. Əsas kupon idi, yüklü kuponumuz uğurlu oldu. Əlavə olaraq 2 dənə də kuponumuz VIP-də uğurlu oldu. VIP kanalına qoşulmaq istəyənlər bir də əlaqə nömrəsi yaza bilərsiniz. Telegram kanalına da qoşulmaq istəyənlər balaca hərflərlə bitki şəkildə Livescore 777 yazaraq Telegram kanalına qoşulub kuponlardan yararlana bilərsiniz. Grafschop Young Utrecht qol-qol. Dordrecht Young Ajax SK 1.5 üst. MN PSV U21 toplam qollar 2.500. Helmond Sport Ado riskli seçim ev sahiblərinin qələbə neticəsi. Kambur Valvik SK 1.5 üst. Willem 2 Vites SK hər hansısa qazanar, bəli. Diqqətli seçimlər edin, kuponlarımız uğurlu olsun. TFC-də yazanlar da 244 763 agent kodumu yazan ki Məmmədov Murad çıxır. Yazaraq dəstək ola bilərsiniz. Nə kuponlar düzəldirsə uğurlu olsun. 18 dənə oyundur. Diqqətli seçimlər edin. Hansılar ki fikrinizə üst-üstə düşür, həmin oyunları kuponlarınıza qeyd edin.